Hər birinizi salamlar. Bu gün 27 aprel 9-cu sinif buraxılış imtahanının 3-cü mərhələsi keçirilib və biz bu videoda birlikdə bu imtahanın suallarına baxıb müzakirə edəcəyik və eyni zamanda sualları həll etməyə çalışacağıq. O zaman videoya başlayaq, görək bizim üçün suallarda nə deyilir. Birinci sualımızda, yəni 57-ci sualımızda bizə deyilir ki, qrafikə əsasən düz xəttdən bucaq əmsalını tapın. Düz xəttin bucaq əmsalını tapmaq üçün bizim qrafik üzərində 2 ədəd nöqtəyə ehtiyacımız var. Birinci nöqtəmiz bura, ikinci nöqtəmiz bura olsa, onda nöqtələrimizdən biri 0, 0, o birimiz isə 2, 4 olmuş olar. Bizim düz xəttin bucaq əmsalı k-ya bərabərdir. K da düstura əsasən y2 çıx y1, x2 çıx x1-ə bərabərdir. Buradan da biz 4 çıx 0, 2 çıx 0 koordinatları yerinə qoysaq taparıq və 4 böl 2 cavabı taparıq 2, B variantı. 58-də radiusu 19 sm olan çevrənin mərkəzindən 25 sm məsafədəki nöqtədən çevrəyə qədər olan ən azı məsafəni tapın. Deməli, bizim bir çevrəmiz var. Bu çevrənin mərkəzindən 25 sm məsafədə olan bir nöqtəmiz var. Bu məsafəmiz 25 sm-dir. Və biz eyni zamanda nə bilirik? Radiusumuz 19 sm-dir. Yəni, bu hissədə 19 sm-dir. Bizdən istənilən şey də odur ki, çevrəyə qədər olan ən kiçik məsafə nöqtədən. Və biz görə bilirik ki, bu məsafə bu hissəyə bərabərdir. Və biz bu hissəni necə tapa bilərik? 25-dən 19-u çıxaraq tapa bilərik. X bərabərdir 25 çıx 19, yəni 6 sm. Cavabı taparıq. Cavab olar A variantı. 59-da biz bilirik ki, moduldan ədədlər həmişə müsbət olaraq çıxır. Yəni, modul mənfi 7.5 7.5-ə bərabərdir, 3.3 3.3-ə bərabərdir. Buradan tapa bilərik. 7.5 çıx 3.3 böl 2. Yəni 4.2 böl 2 bərabərdir 2.1. B variantını tapmış olarıq. Cavabımız oldu B variantı. 60-cı sualda paralelipedin tam səthinin sayısını istəyir bizdən. Biz bilirik ki, tərəflərimiz A, B, C olarsa, düstura əsasən bizim tam səthimiz bərabərdir 2 vurulsun AB üstəgəl BC üstəgəl AC-yə. Və biz buradan hesablasaq 2 vurulsun 3 vur 5 üstəgəl 5 vur 8 üstəgəl 3 vur 8-ə bərabər olduğunu tapa bilərik. Yəni 2 vurulsun 15 üstəgəl 40 üstəgəl 24. Yəni 2 vurulsun 79 cavabı 158 santimetrin kvadratı tapmış olaraq cavab olar Y variantı. 61-ci sualda tərəfi 10 sm olan kvadrat ABCD kvadratında M və N uyğun olaraq BC və CD-nin orta nöqtələridir. Bizdən istəyir AMCN dördbucaqlının sayəsini. Deməli, tərəflərimiz 10-dur, bucaqlarımız 90 dərəcə. M və N də orta nöqtələrdir deyə tərəfi 2 yerə bölür. Yəni, bura 5-dir, bura 5-dir, bura 5-dir, bura 5-dir. Biz bu dördbucaqlının sayəsini necə tapa bilərik? Bu iki sayəni taparıq və kvadratın sayəsindən çıxarıq. Deməli, düz bucaqlı 3 bucağın sayı düsturuna əsasən S3 bucaq ABM bərabərdir katetlər asili yarısı 10 vur 5 bölü 2 25-ə. Deməli, bura 25-dir. ADN 3 bucağının sayısı da yenə eyni şəkildə 25 olacaq. Kvadratımızın sayısı isə S kvadrat ABCD nəyə bərabərdir? A-nın kvadratı tərəfin kvadratına, yəni onun kvadratı 100-ə bərabər olar. Deməli, ümumi kvadratımızın sayısı 100 oldu. 25 çıxdıqda 75 qaldı. Təkrar 25 çıxdıqda cavab olur 50. Deməli, bu sahəmizdə oldu 50. Cavab oldu C variantı. 62-ci sualda əbab 32-68-də əkab 32-68 istəyir bizdən hasilini. Deməli, biz düstura əsasən bilirik ki, A vurulsun B bərabərdir. Əbab AB vur əkab AB. Buradan bizdən əslində 32 vur 68-i istədiyini görə bilərik. Və biz 32 vur 68-i hesablasaq, neçə taparıq? 6 1 yadda 13, 24, 2 yadda 20. 2176 cavabımız olar C variantı. 63-cü sualda sinifdəki şagirdlərin sayı 30-dan çoxdur, 40-dan azdır. Deməli, şagirdlərin sayına x desək, 30-dan çoxdur, 40-dan azdır. Və deyir ki, onları həm 2-2, həm də 3 oturtmaq olar. Sinifdə neçə şagird var? Bizdən bunu soruşur.
həm 2-2, həm 3-3 oturtmaq olarsa, deməli biz buradan onu görə bilərik ki, bizim bu ədədimiz həm 2-yə bölünür, həm 3-ə bölünür. Deməli bu ədədimiz 6-ya bölünür. X-i 6-ya böldükdə bu ədədimiz natural ədəd olur. Və biz variantlara baxsaq görə bilərik ki, elə aydın şəkildə görünür ki, cavabımız 36-dır. 36 ədədimiz 6-ya bölündüyünə görə cavabımız oldu 36. Eyni şəkildə 30 ilə 40 arasında 6-ya bölünən başqa bir ədədimiz də onsuz da yoxdur. Çünki 36-dan kiçik 30 var, 30-dan çox olduğuna görə 30 ola bilməz. 36-dan böyük 42 var, 42 də 40-dan böyük deyə yenə cavab ola bilməz. Cavabımız ona görə olacaq 36. 64-cü sual. Deyir ki, bizə tənliklər sistemindən 4y çıx x-i tapın. Deməli, biz burada nə edə bilərik? Birinci, x-ları bir-biri ilə islah etmək üçün yuxarını 2-yə vursaq, məsələn, nə olar? 2y çıx 2x bərabərdir 20-yə, 2x üstəgəl y bərabərdir -23-ə. Biz buradan tərəf-tərəf toplasaq, -2x ilə 2x bir-birini islah edər, 3y bərabərdir -3, y bərabərdir -1 taparıq. Sonra gətirib y-i yerinə qoysaq burada, biz buradan x-in da -11 olduğunu tapa bilərik. Və bizdən istənilən ifadə nədir? 4y çıxılsın x, yəni 4 vurulsun -1 çıxılsın -11, yəni -4 üstəgəl 11, cavabı taparıq 7A variantı. 65-də Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabirə 39 qələm çatdı. Vahidə isə bütün qələmlərin 48% çatdı. Neçə qələm var idi? Biz bilirik ki, Vahidə bütün qələmlərin 48% çatıbsa, deməli Sabirə bütün qələmlərin 52% çatıb. Və 52% qələm bizim üçün 39 qələm edirsə, biz burada neçə qələm olduğunu tapmaq üçün bunun 100%-ni tapmalıyıq. 100% də bərabərdir x-ə. Biz buradan tənasüb qursaq, x bərabərdir 39 vurulsun 100 bölünsün 52. 39 ilə 100-ü 13 ixtisar etsək 3/4. 100 ilə 4-ü bir-birinə ixtisar etsək 25. 3 vur 25 bərabər oldu 75-ə. Deməli bizim 75 qələmimiz var imiş. Y variantı. 66-da ədədlərdən hansılar 2x kiçik bərabərdir 8 bərabərsizliyini ödəyər? Hər tərəfi 2-yə bölsək, x-in kiçik bərabər 4 olduğunu taparıq. Deməli, 4-dən kiçik ədədlər olmalıdır. Kiçik bərabər ədədlər olmalıdır. Yəni, 1-ci olur, 2 olur, 4 olur və 0 olur. Cavabımız oldu 1, 2, 5, Y variantı. 67-ci sualda ifadəsini çox həddi şəklində göstərin deyir bizə. Bu bizim üçün a üstəgəl b-nin kvadrati düsturdur. Bu hissəni 2x kvadrat üstəgəl 3y kimi yazsaq, a çıx b, a üstəgəl b, yəni a kvadrat çıx b kvadrat düsturdur. Birinci səhv açaq məsələn, 4x üstü 4 üstəgəl 9y kvadratı üstəgəl 12x kvadrat y bərabər olacaq. İkinci hissəm isə bu hissəm isə a kvadrat çıx b kvadrat, yəni 2x kvadratının kvadratı, yəni 4x üstü 4, 3y kvadratı çıxılsın 9y kvadratı olar. Bunlar bir-birini islah edəcək. Bizim üçün alınacaq 8x üstü 4 üstəgəl 12x kvadratı y. Yəni cavabımız olacaq B variantı. 68. İki zər eyni zamanda bir dəfə atıldıqda üst-üzə düşən xalların cəmi 6-dan kiçik olması hadisəsinin ehtimalını tapın. Deməli, kiçik olmaması hadisəsinin ehtimalını tapın. Deməli, biz buradan kiçik olması hadisəsinin ehtimalını tapıb, ümumi 1-dən çıxa bilərik. Kiçik olması üçün bizim ehtimallarımız nələrdir? Deməli, 1-1 ola bilər, 1-2, 1-3, 1-4, 1-5 ola bilməz artıq, onda 6-ya bərabər olacaq. Sonra 2-1 ola bilər, sonra 2 ola bilər, 2-3 ola bilər, 2-4 artıq ola bilməz, çünki 6-ya bərabərdir. Sonra 3-1 ola bilər, 3-2 ola bilər və bundan başqa heç bir ədəd ola bilməz. Ola bilərmi? Bir dəqiqə təkrar baxaq. Ola bilməz deyə düşünürəm. 3-1 ola bilər, 3-2 ola bilər. Başqa ədədlər olma ehtimalı yoxdur. Bir də bizim üçün hansı ədəd ola bilər? 4-1 ola bilər.
Ümumi oldu neçələrimiz? 4 ədəd burada var, 3 ədəd burada var, 2 ədəd burada var, 1 ədəd burada var. Deməli bizim oldu ümumilikdə neçə ehtimalımız? 4, 3, 2, 1, 10 dənə ehtimalımız oldu. Deməli bizim 10 ehtimalımız da 6-dan kiçikdir. Deməli ümumi 36 ehtimalımız varsa 36-dan 10'u çıxsaq, deməli 26 ehtimalımız da 6-dan kiçik deyil. Onda biz ehtimalı tapsaq nə edəcəyik? PA bərabər neçəyə? 26-nı böləcəyik 36-ya, cavab alacaq 2 ixtisar gedəndə 13 bölünsün 18 D variantı. 69-da AD bərabərdir 15, AB 7-dir, BC CD-yə bərabərdir, BC-ni istəyir. AB-yə 7 yazaq, BC ilə CD-yə XX yazaq. Ümumi uzunluğumuzu bizə verib 15. Deməli 7 üstəgəl 2x bərabərdir 15 tənliyini yazmaq olar. Buradan 2x bərabərdir 8 olar, x də bərabər olar 4-ə. Bizdən istənir BC, BC də bərabərdir x-a, o da bərabər 4-ə. Cavab oldu D variantı. 70-ci sualda bizə ifadəsini sadələşdirin deyir. Deməli x kvadratları bir-birinə aparar. Y ilə y kvadratı bir-birinə aparar, yuxarıda qalar y. A ilə A üstü 8 bir-birinə aparar, qalar A üstü 7. Deməli 15 ilə də 25 bir-birini 5-ə ixtisar eləyər. 5 burada qalar, 3 burada qalar. Deməli sürətimizdə olacaq neçə? 3 vurulsun, 2 vurulsun y. Məxrəcimizdə qalacaq 5 vurulsun A üstü 7. Yəni cavabımız olacaq 6y bölünsün 5 vur A üstü 7. Cavabımız oldu A variantı. 71-ci sualda ifadəsinin qiymətini hesablayın deyir bizə. Deməli hamısını düzgün olmayan kəsir kimi göstərsək. Deməli 2/3 bərabərdir 3/7-yə. 1/9 9/10-a. 7/3 3/22-yə. Bir də var burada 4/3. Deməli biz birinci bu hissəni hesablayaq. Necə hesablaya bilərik? Ortaq məxrəc eləsək 9-da 21 çıx 10 eləyir. Yəni 9-da 11. Deməli bizdən istənilən şey 9-da 11 vurulsun, bölünsün 22-də 3-də 22 üstə gəl 4-də 3. Bölmək tərsinə vurmaq deməkdir. Buna görə olacaq 9-da 11 vurulsun 22-də 3 üstə gəl 4-də 3. 11 ilə 22 bir-birini ixtisar edəcək, məxrəcdə olacaq 2. 3 ilə 9 ixtisar edəcək, məxrəcdə olacaq 3. Deməli oldu bizim üçün 1/6 üstə gəl 3/4. Yəni ortaq məxrəc etsək 12-də 2 üstə gəl 9. Yəni 12-də 11. Cavabımız oldu C variantı. 72-ci sualda ifadəsinin qiymətini hesablayın deyir bizə. Təbii ki A kvadrat çıxılsın B kvadrat üstüdür. Bu da olacaq bizim üçün A çıx B A üstü B. Yəni 48 çıx 32 48 üstü 32. Yəni 21 çıx 19 da burada. 21 üstü 19 da burada. Hesablasaq 16 vurulsun 80 bölünsün 2 vurulsun 40 olur. 40 ilə 80 bir-birinə apardı 2 qaldı. 2 ilə 2 bir-birinə apardı. Cavab da oldu 16. Tapmış olduq. Cavabımız oldu 16. 73-də ifadəsinin qiymətini hesablayın deyir. Biz köklər eyni dərəcədəndirsə, ümumi ifadəni bir kökün altında yaza bilərik vurma ilə. Deməli kök 4-cü dərəcədən olacaq. 6 üstə 2 kök 5 vurulsun 6 çıxılsın 2 kök 5. Bu da bizim üçün A kvadrat çıxılsın B kvadrat üstüdür. Yəni kök 4-cü dərəcədən 6-nın kvadratı çıxılsın 2 kök 5-in kvadratı. Yəni kök 4-cü dərəcədən 36 çıxılsın 20. Yəni kök 4-cü dərəcədən 16. Cavabı da buradan beləliklə kök 4-cü dərəcədən 16-dan 2 tapmış oluruq. Cavab oldu 2. 74-də y-nin hansı qiymətində A bərabərdir, A 6 y və B 4-5 nöqtələri arasındakı məsafə 2-yə bərabərdir. Deməli nöqtələr arasındakı məsafə düsturu nə idi? Məsafə L bərabərdir kök altında y2 çıx y1-in kvadratı üstə gəl x2 çıx x1-in kvadratı yazmaq olar. Yəni biz buradan tapa bilərik 5 çıxılsın y-in kvadratı üstə gəl 4 çıx 6-nın kvadratı bərabərdir bizim üçün 2-yə.
Hər tərəfi kvadratı yüksəltsək, 5 çıx y-in kvadratı üstə gəl 4 çıx 6 mənfi 2-dir, kvadrat edəcək 4. Bərabərdir bizim üçün 4-ə. Deməli, biz buradan 5 çıx y-in kvadratını tapacağıq neçə? 0. Deməli, 5 çıx y-imiz 0-a bərabərdir. Y də tapacağıq buradan 5. Cavabımız oldu 5. 75-də bərabər yan üç bucaqda yan tərəfə paralel olan orta xəttin uzunluğu 4-dür. Deməli, bir bərabər yanlı üç bucağımız var. Yan tərəfə paralel orta xəttimiz bura olsa, bura bərabər 4-ə, deməli, yan tərəfimiz olacaq 8. Yan tərəfi 8 tapdıq. Üç bucağın perimetrinin 22 olarsa oturacağın uzunluğunu tapın. Deməli, orta xəttimiz 4-dürsə, dediyimiz kimi, yan tərəfimiz oldu 8. Yan tərəflər bir-birinə bərabərdir, bərabər yanlı olduğuna görə. Deməli, burada oldu 8. Oturacağımız da oldu x. Perimetrimiz bərabərdir 22-yə, yəni x üstə gəl 8, üstə gəl 8 bərabərdir 22-yə. X üstə gəl 16 bərabərdir 22-yə. Buradan x tapdıq 6. Deməli, oturacağımız 6 santimetr olacaq. 76. Kazım öz puluna 8 dəftər, 5 karandaş və ya 6 dəftər, 8 karandaş ala bilər. Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur. Deməli, biz buradan görə bilirik ki, 8 dəftər və 5 karandaşın qiyməti 6 dəftər və 8 karandaşın qiymətinə bərabərdir. Deməli, dəftərə x desək, karandaşa y desək. 8x üstə gəlsin 5y bərabərdir 6x üstə gəl 8y. X-ləri bir tərəfə, y-ləri bir tərəfə keçirsək 2x bərabərdir 3y. Biz buradan x bərabərdir 1,5 y tapa bilərik. Deməli, dəftərin qiyməti karandaşın qiymətindən 1,5 dəfə çox olacaq. Cavabımız oldu 1,5. Sonra 77-ci sualda uşaq anadan olanda atasının yaşı 25 idi. İndi onların yaşları cəmi 45. Deməli, bir uşağımız var, bir atamız var. Uşağımızın 0 yaşı olanda atanın yaşı 25-dir. X ildən sonra uşağın yaşı olacaq x. Atanın yaşı olacaq x üstə gəl 25. Və bu iki yaşın cəmi 45 olacaq. Deməli, x üstə gəl 25 bərabərdir 45. 2x üstə gəl 25 bərabərdir 45. 2x bərabərdir 20, x bərabərdir 10. Deməli, uşağın 10 yaşı olacaq, atanın da 35 yaşı olacaq. Cavabımız oldu 10. 78-də 2 fəhəllə birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəhəllə təklikdə həmin işi ikincidən 12 saat tez yerinə yetirir. Birinci fəhəllə təklikdə bu işi neçə saata yerinə yetirir? Deməli, onda birinci fəhlə bir işi x saatda yerinə yetirirsə, İkinci fəhləmiz x üstə gəl 12 saatda yerinə yetirir. Onda biz nə bilirik? Birinci fəhlə 1 saatda işin 1/x hissəsini görür. İkinci fəhlə isə 1 saatda 1 bölünsün x üstə gəl 12 hissəsini görür. Deməli, bunlar ikisi birlikdə 1 saatda bu işin 1/x üstə gəl 1 bölünsün x üstə gəl 12 hissəsini görmüş olurlar. Deməli, bunlar ikisi birlikdə 1 saatda bu hissəsini görürsə, biz eyni zamanda bilirik ki, 2 fəhlə birlikdə bir tapşırıq 8 saata yerinə yetirirsə, 1 saatda işin 8-də 1-ni görər. Yəni, 1 saatda fəhləmizin birlikdə gördüyü bu iş 8-də 1-ə bərabər olacaq. Ortaq məxrəc etdikdə x kvadrat üstə gəl 12x-da 2x üstə gəl 12 bərabərdir 8-də 1-ə. Və biz buradan tapacağıq 2x kvadrat üstə gəl 12x bərabərdir 16x üstə gəlsin 96. Hamısını bir tərəfə yığdıqda buranı silək beləməsən. X kvadratı çıxılsın 4x çıxılsın 96 bərabər olacaq 0-a. Buradan istər diskriminantla, istər vurğuları ayırmaqla cavabı tapmaq olar. Cavab neçə olacaq? 12 vur 8 desək, x çıxılsın 12, x üstə gəl 8 kimi vurğuları ayıra bilərik. Deməli, x-imiz 12-yə bərabərdir, eyni zamanda -8-ə bərabərdir. Və bizim işimiz mənfi ola bilməz deyə, eyni zamanda saatımız da mənfi ola bilməz deyə bizim cavabımız olur 12. X-imiz olur 12. Birinci fəhlə təklikdə bu işi neçə saatda yerinə yetirər? X 12 olduğuna görə 12 saatda yerinə yetirər. Cavabımız oldu 12. Düzbucaqlının bucaqlarından birinin təmbüləni o birinin tərəfini yarıya bölür. Düzbucaqlının kiçik tərəfi 4 cm-ə bərabərdir. Onun perimetrini tapın. Deməli, burada çəkirəm. Bir düzbucaqlımız var.
və bunun bir bucağının tənbələni var. Bu tənbələnimiz bura 45-45 dərəcədir, düz bucaqlı deyə. Və biz bilirik ki, Z qaydasına əsasən bu 45 bura gələcək paralel xəttlərdən. Burada olacaq 45 dərəcə. Çarpaz bucaqlardan. Və bu iki hissə bir-birinə bərabər olacaq. Eyni zamanda bilirik ki, bu tənbələn uzun tərəfimizi bölür yarıya. Deməli, bizim enimiz 4-dür. Bura 4-dürsə, bərabərlikdən 45-45-dən bərabər yanı düzbucaqdan. Burada olacaq 4 və tərəfimiz yarıya bölündüyü üçün burada 4 olacaq. Ümumi uzunluğumuz olacaq 8 sm. Onun perimetrini istəyir bizdən. Perimetr də bərabərdir. 2 vurulsun A üstü B, n üstü uzunluq, yəni bərabər olacaq 2 vurulsun 4 üstü 8, 2 vur 12, cavabımız olacaq 24 sm. 80-ci sualda stolun üzərində dik duran qələmə ondan 150 sm uzaqlıqdan fənər tutularsa. Deməli, fənər 150 sm məsafədədir. Bu məsafəmiz 150-dir. Qələmə qədər. Sonra deyir ki, qələmin arxasında divarda 48 sm uzunluğunda kölgə əmələ gəlir. Bizim 48 sm kölgəmiz var arxada. Bir də tezdən çəkək. Qələmə qədər məsafəmiz 150 idi. Kölgəmiz 48 idi. Qələmin hündürlüyü 30 olarsa, bizə deyir ki, qələm ilə kölgəsi arasındakı məsafəni tapın. Biz burada Fales teoremindən istifadə edəcəyik. Fales teoreminə əsasən üçbucaq daxilində bir dənə paralel xətt çəksək, buraya A deyək, buraya B deyək məsələn. Buraya C, buraya D desək, məsələn A-nın B-yə nisbəti bərabər olacaq A üstü C-nin D-yə nisbətinə. Belə bir qayda var. Buna əsasən biz görə bilərik ki, 150-nin 30-a nisbəti 150 üstü x-in 48-in nisbətinə bərabərdir. Buradan tənasib qursaq 150 üstü x bərabərdir 150 vur 48 bölünsün 30. 150 ilə 30 bir-birini ixtisar edir. Yuxarıda olar 5. 5 vur 48 bizim üçün olacaq neçə? 240. Biz də buradan x-i tapdıq. 240 çıxılsın 150. Yəni x bərabərdir 90 sm. Bizdən də qələmlə kölgə arasındakı məsafəni istəyir. Yəni cavab olacaq 90 sm. 81. 22 şagirddən ibarət sinifdə yalnız rus dili fənnindən məqbul qiymət alanların sayısı yalnız ingilis dilindən məqbul qiymət alanların sayısından 3 nəfər azdır. Həm rus, həm ingilis fənnindən məqbul qiymət alanların sayısından isə 7 nəfər olarsa, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayını tapın. Deməli, biz burada Venn diaqramı qurmalıyıq. Venn diaqramı qursaq, bura oldu rus dili, bura oldu ingilis dili. Deyir ki, rus dilindən məqbul qiymət alanların sayı ingilis dilindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. Deməli, rus dilinə bu hissəyə x desək, ingilis də olacaq x üstəgəl 3. Və hər iki fəndən qiymət alınan sayı da 7 nəfərdir. Deməli, burada oldu 7. Ümumi sinifimizdə 22 nəfər varsa, bunların cəmi bərabər olacaq 22-yə. Yəni, x üstəgəl 7, üstəgəl x üstəgəl 3 bərabərdir 22-yə. 2x üstəgəl 10 22-yə bərabərdir. 2x-imiz 12, x-imiz bərabərdir 6-ya. Deməli, bura oldu 6, bura oldu 9. Yalnız ingilis dili fənnindən məqbul qiymət alınan sayını istəyir bizdən. O da x üstəgəl 3-ə bərabərdir. Yəni, 6 üstəgəl 3, cavabımız olacaq 9 nəfər. Beləliklə suallar bitdi. Düşünürdüm ki, rahat suallar idi, o qədər çətin suallar deyildi. Gələcək imtahanda hər birinizə uğurlar. Ümid edirəm ki, videonu bəyəndiniz. Hər birinizə uğurlar. Gələn videolarda görüşənə qədər sağ olun.